Hello everyone, it's Esmira from Qajar Academy. Bugün sizə IELTS Writing Task 1 haqqında məlumat verəcəm. Biz daha əvvəl Task 2 haqqında danışdıq. Onun əhəmiyyətini vurğuladıq. Qeyd elədik ki, sizə daha çox bal verən hissələrdən biridir. Və bunun nisbətində mən orada qeyd etmişdim ki, əgər 33% sizə Writing Task 1-dan gəlirsə, digər 66% Task 2-dan gəlir. Ona görə daha çox əhəmiyyət kəsb edir. Amma bu o demək deyil ki, biz Task 1-a diqqət ayırmamalıyıq. Bəs Task 1 nədir, necə yazılır? Bunun haqqında danışaq. Orada qeyd etmişdik ki, ümumiyyətlə writing üçün bizə 1 saat vaxt verilir. Bunun 40 dəqiqəsinin Task 2-ya, 20 dəqiqəsinin isə Task 1-a ayrılmağı tövsiyə olunandır. Task 1 bizdən daha çox qarşımızda olan məlumat toplusunu aydın və anlaşılan şəkildə izah etməyi tələb edir. Yəni burada bizə bir qraf, bir chart verilir və bizdən burada göstərilən informasiyaları aydın şəkildə examinerə izah etməyimiz tələb olunur. Yəni examiner bizim writingimizə baxanda orada göstərilən datanı açıq-aydın şəkildə görməlidir və bunu rahat şəkildə başa düşə bilməlidir. Task 1-ın 7 növü var. Bura daxildə map, process, line graph, bar chart, pie chart, table və son olaraq da multiple graph aiddir. Ümumiyyətlə yazarkən diqqət eləməli olduğumuz bir çox məqam var və IELTS Writing Task 1-ın da özünün strukturu var, hansı ki biz onu izləməliyik və ona uyğun olaraq yazmalıyıq. İlkin olaraq biz başlayacağıq introduction hissəsindən. Artıq biz introduction'ın nə olduğunu bilirik, amma mən yenidən bir daha izah eləmək istəyirəm. Introduction bizim essemizin giriş hissəsidir. Burada bildiyiniz kimi bizdən 150 söz tələbi var, amma mən tövsiyə eləyərdim ki, 160 söz yazmağa cəhd eləyəsiniz. Yəni 150-dən daha artıq olsun. Düzdür, bizə daha çox da lazım deyil. 160-170 arası bəs edir. Bundan artıq olmağı da tövsiyə olunan deyil. Introduction hissəsi bizə verilən task question'ın, bizə verilən tapşırığın şərtinin paraphrase olunmuş versiyası olmalıdır və gördüyünüz kimi bir cümlədən ibarət olmalıdır. Burada maksimum 2 cümlə yaza bilərsiniz. Bundan artıq yazmamağa diqqət göstərin. Introduction hissəsində bizə verilən task question'ı paraphrase etməyə çalışırıq. Biz paraphrase'in üsulları haqqında da artıq danışmışıq. Dedik ki, 2 yolla paraphrase eləyə bilirik. Ya sözləri sinonimlərindən əvəz eləyirik və paraphrase etmiş oluruq, ya qrammatik quruluşunu dəyişdiririk, ya da hər ikisini eyni anda istifadə edirik. Burada sözlər əvəz olunub öz sinonimləri ilə. Məsələn, line graph verib biz line hissəsini çıxartmışıq, sadəcə graf saxlamışıq. Orada shows yazmışdı, biz onu comparison əvəz etmişik. Percentage of-u proportions of-la əvəz etmişik. Different age groups vermişdi, biz onu various age groups-la əvəz etmişik və s. Bu kimi dəyişikliklər olub və hər birinin altından da xətt çəkmişəm, hər birini qeyd etmişəm. Artıq cümlə tamam fərqli bir formatda bizə təqdim olunur. Hətta bunu daha fərqli formada dəyişdirmək olardı. Sadəcə olaraq burada Band 7 sample vermişəm sizə. Tam aydın və anlaşıla bilən olsun, analiz edərkən çətinlik çəkməyəsiniz deyə. Bu bizim introduction hissəmiz idi. Bundan sonra gəlir overall hissəsi. Biz task 2-da danışmışdıq ki, bizə conclusion hissəsi lazımdır. Overall conclusion demək olar ki, yuxarı-aşağı eyni xüsusiyyətləri daşıyırlar, məzmunları demək olar ki, eyni olur. Hər ikisində biz bizə verilən məlumatı summarize etməyə çalışırıq. Bu task 1-da bizə overall olaraq tanıdılır. Və biz bunu introduction-dan dərhal sonra yazmalıyıq. Overall da yenə eyni qaydada bir maksimum 2 cümlə ilə ifadə olunmalıdır. Və task 1-ın bizə ən çox bal verən hissəsi overall hissəsidir. Ona görə heç vaxt overall yazmağı unutmayın. Hətta diqqətiniz daha çox onun üzərində olsun. Bizim bu bizə verilən illüstrasiyaya baxanda görürük ki, burada crime rate ən belə deyək, ən yuxarı dərəcədə olan, ən yuxarı faiz dərəcəsində olan faktordur ki, insanlar yeni ev alanda bunu dəyərləndirirlər. Ona görə də, yəni daha doğrusu bütün yaş qruplarında ən dəyərli faktordur. Ona görə də biz ilkin olaraq overall hissəsində bunu vurğuluyuruq. Daha sonra gəlirik, baxırıq, buradakı görürsüz, əslində birinci diqqət çəkən hissə bu olmalıdır. Çünki burada kəskin bir dəyişim baş verib, daha yuxarı rəqəmlə başlayıb, getdikcə daha aşağıya doğru düşməyə başlayıb.
Və bu bizə onu göstərir ki, 25-34 yaş aralığındakı qruplarda bu daha vacib olsa da, 55-64 yaş aralığındakı qruplarda bu o qədər də vacib deyil. Ona görə də biz bunu da vurğulamalıyıq, amma gördüyünüz kimi konkret bir rəqəm, konkret bir faiz vermirik. Son olaraq da burada shopping facilities, parklar, public transport qalır. Bu üç dəyişən qalır. Bunlara fikir verdikdə görürük ki, əsasən də parklarda və public transportda bir-birindən çox ciddi fərqlər yoxdur. Nisbətdə biraz shopping facilities də fərq yaranıb. Amma bunların hər biri artıma doğru gediblər. Yəni azdan başlayıblar və çoxalmağa doğru gediblər. Bu o mənaya gəlir ki, yaşı artıq olan insanlarda, bu yaş qruplarında bu xüsusiyyətlər, bu dəyişənlər daha əhəmiyyət daşıyır. Ona görə də bunların üçünü ayrı şəkildə qruplaşdırırıq. Görürsüz, burada da in contrast-la vermişik. Çünki iki kəskin fərq yaradan şeydən danışırıq. Burada da hər birini qeyd etmişik. Increasingly important among older people olaraq yazmışıq bunu ki, aradakı kəskin fərq hiss olunsun. Deməli, növbəti olaraq biz body paragraph 1-a keçid edirik. Body paragraph 1-da nələr yazırıq, burada nələr nəzərdə tutulur, ümumiyyətlə bodylər nə işə yarayır, gəlin biraz onun haqqında danışaq. Biz qeyd etdik ki, qruplaşdırma bizim üçün çox vacibdir. Və bəli, body paraqraflarda da qruplaşdırma bizim üçün çox vacibdir. Biz burada düzgün şəkildə analiz eləməli və nələri eyni qrupda ifadə eləyə bilərik ki, özümüz üçün cümlə quruluşları daha rahat olsun, examinerə daha aydın olsun, onu müəyyənləşdirməliyik. Əlavə olaraq burada linking wordlərdən istifadə eləməliyik. Yəni bağlayıcı sözlərdən hansılar ki, bizə müsbət point qazandırır. Məsələn, burada by contrast qeyd eləmişik. Bundan əlavə olaraq however, furthermore, therefore və s. kimi bağlayıcı sözlərdən də istifadə oluna bilər. Essellərin gedişatında bunların fərqini düzgün şəkildə bilib, ona uyğun olaraq istifadə etmək lazımdır. Baxmayaraq ki, bizə müsbət point qazandırır, bu o demək deyil ki, overuse etməliyik. Qaydasında, normasında istifadə etməliyik və eyni zamanda hansının hansı mənanı daşıdığını nəzərə alaraq, belə deyək, essedə məna fərqliliyinə, məna səhvliyinə yol verməməliyik. Deməli, biz bayaq overall hissəsində nəzərə çarpan ilkin faktor olaraq məktəbləri və crime rate-i götürdük. Elə burada da safety və education deyərək başlamışıq. Gördüyünüz kimi yenə paraphrase-dən istifadə etmişik. Schools demişdi, biz onu education'la əvəz etmişik. Çünki dediyimiz kimi, biz əvəz oluna biləcək sözləri əvəz etmədikcə bu bizim balımıza təsir göstərir. Eyni qaydada crime rate-i safety sözü ilə əvəz etmişik. Və burada qeyd etmişik ki, bunlar bu yaş qrupları içərisində 25-34, 55-64 hər hansısa bir yaş qrupu içərisində ən belə deyək, dominant faktorlardır. Bu yaş qruplarını narahat edən ən əsaslı faktorlardır. Daha sonra burada 4/5 deyə bir nisbət vermişik. Bu kəsr nisbətidir. 5-də 4 mənasına gəlir və 80%-ə bərabərdir. Burada durmadan 80%, percentage sözlərini təkrar eləməmək üçün burada 5-də 4-lə vermişik və qeyd eləmişik ki, 25-34 yaşlı insanların 5-də 4 hissəsi, belə deyək, bu məsələlərə daha çox əhəmiyyət verirlər və bu formada da cümləni davam elətdirmişik və öz pik həddinə də 55-64 yaşlı insanlar qruplaşmasında çatır. Gördüyünüz kimi burada da artıq vahid daha azdan başlayır və sonda 55-64 yaş qrupu insanlarda daha yuxarıda dayanır. Daha sonra isə digər tərəfləri analiz etməyə keçmişik. Növbəti olaraq keçirik body paragraph 2-ya. Body paragraph 2-da müxtəlif fərqli bir belə deyək, gedişatın izləndiyindən danışır. Burada daha çox həyat tərzindən və belə deyək, bizim rahatlığımızı təmin eləyəcək faktorlardan danışırıq. Hansı ki, bura daxildir shopping facilities, parks, public transport və bunun adını bir qruplaşma adı altında lifestyle and convenience related factors kimi vermişik. Burada artıq yaş qrupları içərisində tutaq ki, görürük ki, burada shopping facilities 25-34 yaş qrupu insanlar üçün daha az əhəmiyyət daşıyır və bu 35-44-də daha da azalır. Amma 55-64-də getdikcə burada bir artımdan söhbət gedir. Artmağa doğru davam edir. Bayaq isə bunun əksinə şəkildə 25-34 yaşlı insanlarda təhsil daha çox əhəmiyyət daşıyırdı. Yəni məktəblər və s. kimi belə deyək,
fəaliyyət istiqamətləri daha çox əhəmiyyət daşıyırdı. Ona görə burada daha yuxarı rəqəmdən başlayıb kəskin bir azalma göstərmişdi 55-64 yaş qrupları arasında. Bayaq da bunu ayrılıqda qeyd etmişdik. İndi də əksinə şəkildə bu shopping facilities-i qeyd edirik ilkin olaraq və göstəririk ki, 25-34 yaşda daha az əhəmiyyət daşıyırdı. Yaş qrupu artdıqca, belə deyək, yaş artdıqca burada artıq daha çox əhəmiyyət göstərməyə başlayıb və burada nə qədər dəyişim olub onu da qeyd etmişik. Artıq burada faizlərdən istifadə etmişik. Növbəti olaraq parklardan və public transportdan danışmışıq və bunda da bir oxşarlığın mövcud olduğunu qeyd etmişik. Çünki burada da gördüyümüz kimi daha aşağı reytdə başlayıb və bu getdikcə artır. Sizsə hər yerdə 50% təkrar etməmək üçün bunu half kimi verə bilərsiniz. 25% a quarter kimi, 75% three quarters kimi, 33% one third, yəni bayaqki kəsr şəklində, 66% two thirds şəklində verə bilərsiniz və bu dəyişkənliyi etdikcə artıq təkrarlanmanın qarşısını almış olursunuz. Bugün biz taskvanın necə yazılmasından, onun funksiyalarından, nələri analiz etdiyindən, burada nələrə önəm verilməli olduğundan bəhs etdik. Burada sizə qeyd elədiyim sample-da isə taskvanın yazılış nümunəsini gördük. Düzdür, bu daha aşağı band score üçündür, amma üzərində işləyib bu band score artıra bilərsiniz. Sözləri dəyişərək, cümlələrin quruluşlarını daha mürəkkəb edərək bunu dəyişə bilərsiniz. Sadəcə mən aydın anlaşılsın deyə bu formada vermişəm. Ümid edirəm ki, bu video sizin üçün yararlı olar. Digər qraf növlərini növbəti dərslərimizdə detallı şəkildə bir yerdə analiz eləyəcəyik və onlara uyğun esse yazılış qaydası ilə tanış olacağıq.